Salam dəyərli şagirdlər, əziz abituriyentlər, hörmətli valideynlər. Mən riyaziyyat müəllimi Emil müəllim İsayev. Bu gün qarşınızda Azərbaycan Türkiyə Universitetinin tələbəsi, mənim şagirdim olmuş, hədəf kurslarında təhsil almış Omarzadə Nahiddir. Nahid 602 bal toplayıb və riyaziyyatı qeyd edeyim ki, 100% yazıb. Tam 100% yazmış şagirdlərdən biridir. Nahid, sən də salamla bizi izləyənləri. Salam, mən Omarzadə Nahid, Türkiyə Azərbaycan Universitetinin 1-ci kurs tələbəsi, 602 bal toplamış, riyaziyyatdan 100% nəticə yazmış şagirdlərdən biriyəm. Nahid, riyaziyyatı 100% yazmaq üçün, düşünürsən ki, riyaziyyatı 100% yazmaq üçün şagird, belə deyək də, bizim bu tək test toplularını işləsə kifayət eləyir, yoxsa necə? Yəni, belə deyək də, sən riyaziyyatı 100% tam olaraq necə yazmısan? Ümumiyyətcə 11 sinif ərəfəsində buraxılışa qədər bir dövr var, buraxılışdan sonraki dövr var. Buraxılışa qədərki dövrdə məncə toplunu işləmək və buraxılışa aid sınaqları işləmək məncə kifayət edir. Sizin sınaqlarınızı işləmək kifayət edir. Mən məhz o üzrə hazırlaşmışam, sizin sınaqlarınızla yetirmişəm. Buraxılışdan sonraki ərəfəyə yeni mövzu qalmır, qalsa da çox az qalır. Məncə buraxılışdan sonra həmin o mövzuları daha da gücləndirmək, biraz çətin suallar, çətin tipli suallar üzərində işləmək lazımdır. Mənim indi hazırda 11-ci sinifdə təhsil alan abituriyentlərim var, daha hazırlığa gələn abituriyentlər var. Onlara mən xüsusən bu videoları onlar üçün çəkirəm ki, onlar qoy izləsinlər, baxsınlar, nəticə götürsünlər ki, bax, Nahid kimi şagirdlər necə olur 100% riyaziyyat yazır. Nahid, sən bu OTK sınaqları olur da bizdə bilirsən. Demək olar ki, hər ay OTK buraxılış sınaqları var. Sən OTK buraxılış sınaqlarında da riyaziyyatı 100% yazırdın, yoxsa necə olurdu? Mən ümumiyyətcə ara sınaqların OTK-dır, hədəfdir, güvəndə iştirak etməmişəm. Sınaqların çoxsunda çalışırım ki, iştirak edəyəm. O sınaqların heç birində 100% nəticə yazmamışam. Bir dənə axırıncı OTK-da 100% nəticə yazmışdım. Elə ondan bir həftə sonra da GB imtahana girmişdim, buraxılış imtahanına. Ona qədər ki, imtahanlarımın hamısında, istəniləndə hamısında texniki səhvim olurdu. Hər dəfə deyirdim, gələn dəfə düzəldəcəm, alınmırdı. Amma axırıncıda düzəltmişdim, getdim imtahanda da 100% nəticə yazdım, buraxılış imtahanında. Yəni belə, məncə imtahan sınaqlara getmək çox yaxşıdır. Yəni dediyim kimi, hər dəfə deyirsən düzəldəcəm, amma axırda düzəldirsən. Qəşəngdir. Aydındır, aydındır. Nahid, sənə yenə bir sual vereyim. Ənənəvi, bütün abituriyentlərə verdiyim sualdan. Valideynləri kütlə payı mütləq var. Müəllim və şagird arasında bölgüləsək, 100%lik nəticəni bölgüləsək, müəllim və şagirdin üzərinə düşən kütlə payı necədir? Subyektiv fikrin sənin bu barədə necədir? Məncə, mən öz üzərimdən danışsam, 60% müəllim, 40% tələbə deyərəm. Çünki müəllimlərimin hamısı xüsusilə də siz mənim üçün çox əziyyət çəkmisiniz, yəni məndən tələb eləmisiniz. Mən özümdə biraz məsuliyyətsizlik var artığı. Yəni müəllim tələb eləyir deyə mən daha da güclü oxuyurdum, daha da çox çalışırdım. Belə 60-ın 40-a. Aydın Nahid, aydındır. Nahid də mənim çox tərbiyəli, çox belə deyək də, məsuliyyətli və sayğılı. Əsas məsələ sayğı. Sayğı sözünün əslində altında çox şey yatır. Ona görə o sözdən mənim çox xoşum gəlir. Yəni əsas sayğılı şagirdlərdən biridir. Çünki böyük-kiçik yeri biləndir həqiqətən də. Mən bunu çox gözəl görmüşəm. Nahiddə çox gözəl görmüşəm ki, məsələn, böyük-kiçik yerini həqiqətən biləndir. Tərbiyəlidir. Buradan Nahidin valideynlərinə mən təşəkkür edirəm ki, belə bir övlad yetişdirmisiniz və Nahid həm də ki, belə deyək də, jivoy oğlanda, sözün əsl mənasında sözün üstündə də duran oğlandır, həqiqətən də. Yəni, dərs baxımından, məsələn, tapşırığı yerinə yetirməyibsə belə, müəllimə deyir ki, məsələn, bugün saat 10-a kimi göndərəcəm, Nahidin sözü mütləq yerinə yetirən şagirdlərdən biridir. Yəni, o baxımdan çox məsuliyyətlidir. Deməli, Nahid, sənə belə deyim ki, gündə neçə saat dərs oxuyurdun? Yəni, riyaziyyata neçə saat ayırırdın? Hər gün ayırırdım demək yalan olar. Bizdə həftədə 2 dəfə idi riyaziyyat. Əsasən hazırlığa bir gün qalmış vaxt ayırırdım mən riyaziyyata. Düzdür, əksər dostlarım, tanışlarım biraz çox ayırırdı vaxt, 2 gün qalmışsa, amma mən bir gün qalmış vaxt ayırırdım. Biraz məsuliyyətsizlik olurdu. Amma yenə də ayırırdım bir gün qalmış. Hətta saatlar qalmış da ayırırdım mən riyaziyyata vaxt.
Riyaziyyatda əsasən vaxt ayırdım sual sayına görə. Məsələn, ayırırdım 2 saat, 2 saat yarım riyaziyyata ayırırdım gündəlik. Kompüter mühəndisliyi ixtisasında təhsil alırsan. Deməli, sən bu ixtisası əvvəlcədən 9-10 sinifdən hazırlaşıb yəni seçib məqsəd qoyub gəlmisən, yoxsa balı toplayandan sonra seçmisən və indiki abituriyentlərə səncə məsləhətin necədir? Yəni balı toplasınlar, sonra seçsinlər, yoxsa qabaqlarına məqsəd qoysunlar ki, mən bu universitetin bu ixtisasına qəbul olacağam? Mən sırf universitet seçməmişdim, amma ixtisasımı mən əvvəlcədən bilirdim ki, 9-cu sinifdən bilirdim ki, mən yəni kompüter yönümlü gedəcəm də, bu istiqamətdə hərəkət edəcəm. Məs elə 9-cu sinifdə 1-ci qrupa informatika sahəsində mən çox sevmişdim. Bilirdim ki, mən kompüter yönümlü gedəcəm. Yəni məqsədimi universitet olaraq seçməmişdim dəqiq. Amma məqsədi seçmişdim ki, 600+ olmalıdır. Yəni hər kəs məndən elə gözləyirdi. Şükür Allaha elə də oldu. Universiteti sonradan seçdim. Yəni çox da razıyam, yaxşıdır. İxtisasım da yenə deyirəm, kompüterə əvvəlcədən bildim ki, bu yolda gedəcəm. Ona görə də elə kompüter mühəndisliyi ixtisasını seçdim. Nahid, sənin növbəti sualım belə olsun ki, riyaziyyatı 10-cu sinifdə hamısını, bütün proqramı bitirib öyrənmişdin, yoxsa 11-ci sinifdə başladın öyrənməyə? Mən 10-cu sinifdə mövzuları tam axıra qədər qurtarmamışdım. Demək olar ki, ikinci hissə toplusunun heç bir mövzusunu öyrənməmişdim. Trigonometriya qədər öyrənmişdim, funksiyaları da bilmirdim. O görə də 11 sinifdə çox əziyyət çəkdim. Hətta bəlkə yanınıza gəlsə, ilk dəfə gəlib qrupa gəlirsiniz, mənə deyirsiniz ki, sən də gəlsən bu qrupda, sən demişim danışacağım zaten. Xatırlayıram. O hissəni xatırlayıram. Baxın, mən xatırlayıram indi kimi ki, Nahidə demişdim ki, sən kim qoyub bu qrupa. Yəni bizdə A qrupları olur. Nahid A qruplarından birində idi və mən baxdım, sözün açığı, yəni düzgün başa düşərsən məni. Yəni ilkin baza formasına görə mənim gördüyüm Nahid o değildi yəni. Ki baza olduqca aşağı idi. Amma gətirib oradan 100 yazmağın, yəni olduqca böyük bir işdir. Yəni bunu hər şagird bacarmır, sözün açığı. Yəni şagirdin sənin bu 11-ci sinifdə göstərdiyin bu riyaziyyat üzrə belə deyək də səyi, nəticəni, yəni hər şagirdin bir işi deyil, sözün açığı. Çünki belə deyək də 10-cu sinifdən şagird öyrənəndə, sən demişsən, 11-ci sinifdə təkrar edəndə çox rahat gedir də. Çox rahat gedir, amma 11-ci sinifdə güc 11-ə düşəndə mövzular sürətlidir axı. Riyaziyyatın o boyda bölməsi var, mövzular sürətlidir. Bir mövzunu mənimsəməmiş, biz məcburuq proqramı keçməliyik deyə ikinci bir mövzuya keçirik. Ona görə də 10-cu sinifdə boşlamaq lazım deyil. Əksər adam deyir ki, bir ilim var da hələ qabaqda, bir deyir 10-um var, bir də deyir 11-im var, deyir 11-də əsasən yaxşı öyrənəcəm. Yəni bu boş söhbətdir. Onda boşlamaq lazım deyil. Özümdən deyirəm, mən çox əziyyət çəkdim 11-ci sinifdə, amma şükür alındırdıq. Yəni hər kəs alındırmaya da bilər. Çalışmaq lazımdır, onda təməli yaxşı qurasan. Sənin yuxu rejimin necə idi? Yəni belə deyək də, saat elə şagird var ki, gecələr məsələn oyaq qalır, dərs çalışır və ya elə şagird var ki, tez yatır, səhər tezdən durur. Yəni mənim özümdə məsələn axşamlar riyaziyyat eləmək olmurdu. Mən eləyəmirdim şəxsən. Bəzən elə sual olurdu, axşam vaxtı dirəşirdim, hep ki prinsipə düşürdüm də sualına. 15-20 dəqiqə sualın üstündə. Halbuki adicə sualdı ya. Üstünə düşürdüm, 15-20 dəqiqə eləyəmirdim. Amma səhər qalxırdım, bir 30 saniyə eləyirdim həmin sualı. Yəni belə axşam vaxtı eləmək məncə yaxşı deyil. Xüsusilə də riyaziyyat üçün. Yatmaq da ki evdəkilər üstümə çox düşürdü yatmaq barədə. Deyirdi, oxumasam, hazırlığa tam oxuyub getməsəm belə, yatmağa fikir ver. Mən o görə yatırdım, azından 7 saat yatırdım. Aydındır. Nahidə bir dənə də önəmli suallardan birini vereyim. Nahid, sən bu belə deyək də, bilirsən ki, bizim indiki şagirdlər sual verirsən, məsələn, evə sual vermirsən, tutaq ki, atıramda funksiyalar bölməsini vermirsən. Funksiyalarda elə açdı, 5 dənə sual yazdı, 6-cıda ilişdi, açır YouTube-u. Bilirsən də, indi YouTube-da hamı çəkib qoyur. Elə mənim öz şagirdlərimdən var ki, bir neçəsi riyaziyyat müəllimində oxuyur və adam tələbədir, yəni boş vaxtı var, götürür topluluğunu çəkir. Yəni topluluğun izahlarını bir çəkir. Şagirdlərin əksəriyyəti nə edir? Evə verilən tapşırıqda ilişən kimi açırlar YouTube-u köçürməyə başlayırlar. Sən tam səmimi olaraq, yəni YouTube-dan yazmısan tapşırığı gəlmisən dərsə, yoxsa öz müəllimindən soruşmusan? Mən yox deyərdim məncə. Çünki tapşırıqlara
açıb baxmırdım. Ola bilər ki, məsələn, hansısa bir mövzunu heç qavramayım. Mövzuyu məsələn açım birinci sualdan yazanmayım, heç bir sualını yazanmayım. Ola bilər mövzunun izahına baxmış ola bilərəm YouTube-dan, amma ki tapşırıqları saxlayırdım. Sizə çox sual verdim. Elə orada sinifdə qrupdakıların heç birinin sualı olmurdu, ancaq mənim sualım olurdu. Mən suallar verirdim. Bundan da çəkinmək lazım deyil. Elə sualları ver getsin. Düzdür, tamamilə doğru, tamamilə doğru. Elə hazırlığın məqsədi zaten odur. Hazırlığın məqsədi zaten ondan ibarətdir. Hətta mən ilk abituriyentlər var, ha, hazırlığa gələn abituriyentlər. Mən onlara öz video izahlarım da var da. Öz video izahlarımı göndərirəm ki, yəni başa düşməyəndə heç olmasa məndən baxsınlar da, eyni bir müəllimlə baxsınlar, qavramağa çalışsınlar da. Elə mən düşünürəm ki, daha yaxşıdır. Amma təəssüflər olsun ki, indi şagird sual verirsən düşünmək istəmir. Elə vaxt olmalı ki, riyaziyyatdan verilən sual haqqında sən bir sual haqqında sən bayaq dedin, 15-20 dəqiqə fikirləşirəm. Bu nə qədər gözəl bir şeydir. Yəni sən düşünürsən və sualı illaki tapa bilərsən. Düzdür, tapa bilməyə də bilərsən, normal bir şeydir. Riyaziyyatda o qədər sual var ki, yəni sonsuzdur. Sonsuzdur. Nahidə növbəti sualımız belə olsun ki, Nahid o işə qəbulda deyirlər, özü belə deyək, 5 il sonra harda görürsən. İndi sənə də belə bir fərqli sual verim ki, ixtisasın kompüter mühəndisliyidir, düzdür? Kompüter mühəndisliyini belə deyək də, gələcəkdə kompüter mühəndisliyi ilə bağlı nə fikirləşirsən? Yəni belə deyək də, ixtisasını hansı yöndə fikirləşirsən? Xaricə getmək istəyirsən, yoxsa magistr təhsilini alıb burada davam elətdirmək istəyirsən? Nə fikirləşirsən ümumiyyətlə? Mənim sahəm elə bir sahədir ki, gələcəkdə çox lazım. Elə indi də çox lazımdır. Gələcəkdə də çox lazımlı olacaq. Mən əsasən fikirləşirəm xaricə getmək istəyirəm. İnşallah hər ki 4-cü kursa qədər yox, amma magistraturam fikirləşirəm ki, xaricdə oxumaq. Ondan sonra da xaricdə davam eləmək. Yəni mənim ixtisasım xaricdə Azərbaycanda da yaxşıdır, amma xaricdə daha çox perspektivlidir də. Elə olacaq. Daha çox perspektivlidir, ona görə deyirsən. Aydındır Nahid, çox sağ ol. Nahid bir daha deyək ki, bizim buraxılış imtahanında 100% yazmış şagirdlərdən biridir. Nahidin fikirləri bizim üçün çox dəyərlidir və çox önəmlidir. Niyə? Çünki Nahid yeni bu yoldan keçmiş bir abituriyentdir. Nahidə son sualımız belə olsun ki, Nahid bu ilki mənim bu abituriyentlərimə, ümumiyyətlə mənim abituriyentlərimə deyəndə ki, yəni ümumi bu abituriyentlərə, 9, 10, 11-ci siniflərə, xüsusən 11-ci siniflərə sən riyaziyyat üzrə nə tövsiyə edirsən? Belə deyək, 100% yazmısan riyaziyyatı və sənin tövsiyələrin həqiqətən diqqətə alınmalıdır. Riyaziyyatdan əsasən toplularla yetinməyin. Sınaqlar işləməyə çalışın, əlavə materiallar işləməyə çalışın. Mövzudan əlavə ekstra çətin suallar yox, amma biraz çətinlik səviyyəsi normal olan suallar işləməyə çalışın. Sınaqlar daha çox işləyin. Şəxsən Emil müəllimin sınaqları çox qəşəngdir, onlardan işləyə bilərsiniz. Bunlardan daha vacibi isə bu dediklərimdən Emil müəllimin yanına gəlir. Deməli, Nahid, çox sağ ol Nahid. Bugün düşünürəm ki, videomuz səninlə çox maraqlı oldu və abituriyentlərə dəstək məqsədli çox önəmli fikirlər səsləndirdin. Mən dönə-dönə qeyd edirəm ki, Nahid riyaziyyatdan 100% nəticə yazıb və burada öz zəhməti də çox böyüdür. Mən şagirdin necə, təbii ki 100% nəticə yazmağın sən deyirsən, bayaq da müəllimin payına da düşür, şagirdin payına düşür, amma düşünürəm ki, burada şagirdin kütlə payı da çox böyüdür. Şagird çox əziyyət çəkib bu nəticəni toplamaq, yəni müəllimdən də hər nə qədər asılı olsa da, şagirddən kütlə payı sözsüz burada çoxdur. Kütlə payı çoxdur burada. İndi o müzakirə mövzusudur. Hər hərin şəxsi fikir var ki, burada şagirdin kütlə payı nə qədərdir, müəllimin nə qədərdir. Amma Nahid dediyimiz kimi bu nəticəyə gəlib çıxmağında onun əziyyətini mən şahidiyəm, görmüşəm və şagird olduqca məsuliyyətli bir şagirddir. Sənə gələcək həyatında, istər karyer həyatında, istər təhsil həyatında, istərsə də o xaricdən olan planlarınla bağlı mən sənə bol-bol uğurlar arzulayıram. Hər nə qədər sənin uğurunu görsək də müəllimin olaraq mən həmişə sənin uğurlarını gördükcə qürurlanacağam, fəxr edəcəm. Bu qədər sağ olun, bizi izlədiyinizə görə təşəkkür edirik. Nahid, sən də uğurlar arzulayıram sonda. Sağ olun.